Rəqəmsal texnologiyaların sürətli inkişafı azyaşlıların gündəlik həyatını əhəmiyyətli dərəcədə dəyişdirib. Onlara təhsil, ünsiyyət və məlumat əldə etmək baxımından geniş imkanlar yaradıb. Bununla yanaşı bu inkişaf onların təhlükəsizliyi ilə bağlı yeni çağırışları da ortaya çıxarıb. Uşaqları rəqəmsal risklərdən qorumaq, yeni yanaşmalar və həllər mövzusunda baş tutan ictimai müzakirədə bu məsələlər diqqət mərkəzində oldu. Tədbirdə bildirildi ki, internet və sosial şəbəkələr uşaqlar üçün müəyyən inkişaf imkanları yaratsa da, kiberzorakılıq, zərərli məzmun, şəxsi məlumatların yayılması və rəqəmsal asılılıq, alqoritm manipulyasiyası kimi risklər də getdikcə artır. Uşaq qaynar xəttinin statistikası problemin aktuallığını təsdiqləyir. 2026-cı ilin ilk 6 ayında xidmətə daxil olan 3751 müraciətin 819-u zorakılıq halları ilə bağlı olub. Həmin müraciətlərin 72-si isə kiberzorakılıqla əlaqədardır. Əsla uşaqları rəqəmsal mühitdən bu informasiya texnologiyalarının nailiyyətlərindən təcrid etmək və uzaqlaşdırmaq deyil, onlara bu mühitdə necə təhlükəsiz şəkildə inkişaf edə bilərlər, necə təhlükəsiz şəkildə dostları ilə ünsiyyət qura bilərlər, bunu təmin etməkdir. Yəni, rəqəmsal mühitdə varlıqlarını qoruyaraq təhlükəsiz fəaliyyətlərini, inkişaflarını təmin etməkdir. Müzakirələrdə diqqətə çatdırıldı ki, məqsəd uşaqların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini daha etibarlı təmin etməkdir. Bu istiqamətdə qanunvericilik sahəsində də yeni addımlar atılır. Belə ki, Milli Məclis uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən sosial şəbəkə platformalarında istifadəçilərin yaşının təsdiqlənməsi mexanizmlərinin tətbiqi, 16 yaşa dək uşaqların hesab yaratmasının məhdudlaşdırılması, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı və nəzarəti ilə platformalarda qeydiyyatdan keçməsi nəzərdə tutulur. Bu, hüquqi mexanizmlərlə yanaşı rəqəmsal platformaların məsuliyyətinin artırılması, valideyn nəzarətinin gücləndirilməsi, rəqəmsal savadlılığın və kibergigiyena vərdişlərinin inkişaf etdirilməsi də uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.